Hamınızı salamlayırıq, hər vaxtınız xeyirli olsun. Azərbaycan televiziyasının efirində gənclərin vaxtıdır. Əgər gənclərin vaxtıdırsa, demək sizi maraqlandıran mövzudan danışacağıq. Bilirik ki, əziz maglar, biz insanlarla əsas ünsiyyət vasitəmiz nitqdir, amma xeyli müddətdir. Dünya alimləri sübuta yetiriblər ki, sən demə biz insanlarla təkcə nitq vasitəsilə ünsiyyətə girmirik. Burada bədən dili, mimikalar, jestlər çox böyük önəm daşıyır və digər məqamlar da var. Və biz bu məqamlar haqqında Magin əvvəlki buraxılışlarında bir çox verilişlər hazırlamışıq. Bugün də çox önəmli bir məqama toxunacağıq, insanları tanıma bacarığından danışacağıq. Amma bu haqda tək mən danışmayacağım təbii ki. Studiyamızın qonağı var, NLP Master Babək Bayramov. Səbirsizliklə gözləyirik. Buyurun Babək müəllim. Xoş gəlmişsiniz Babək müəllim. Növbəti dəfə sizi studiyamızda görməkdən çox məmnunum. Çox sağ olun. Mən də çox şadam ki, siz məni dəvət edirsiniz və hər zaman mağlarla bir yerdə olanda özümü çox xoşbəxt hiss edirəm. Verilişə görə də çox təşəkkür edirəm. Biz təşəkkür edirik. Sağ olun. Babək müəllim, bu mövzuda mənim açığı bilgim çox azdır və öyrənmək istədiyim, bilmək istədiyim çox böyük məqamlar var. İlk sualımı isə istəyirəm belə verim ki, sizə ümumiyyətlə insanları tanımaq üçün hansı qabiliyyətə malik olmaq lazımdır? Nədən istifadə etməliyik ki, insanların hansı kateqoriyaya aid olduğunu bilək? Ümumiyyətlə, bu tanıma bacarığı qavrama bacarığının birinci hissəsidir. Qavramaq üçün, bu qavrama məsələsinə baxdıqda isə ilk növbədə hansı kanallarla qavrayacaqlarımıza diqqət eləməyimiz lazımdır. Əsasən 5 duyğu orqanımız olduğu üçün dünyanı 5 kanalla qavrayırıq. Bu görmədir, eşitmədir, dad bilmədir, qoxulamadır və toxunma hissiyatıdır. NLP-də bunlar təmsil sistemləri olaraq keçirilir. Çünki təmsil sistemi kimi baxdıqda dünyanın içimizdə bir təmsil olduğunun fərqinə varmış oluruq. İki böyük hipotez var. Biri sistemdir, digəri isə xəritədir. Bunları ayrı-ayrılıqda biz bir yerdə baxacağıq. Ancaq insanların qavrama kanallarını götürdükdə vizual, kinestetik və audial insanlar olaraq 3 kateqoriyaya ayrılırıq. Nəyə görə bu belədir? İnsanlar var ki, əsasən görərək, görüntüyə daha çox üstünlük verirlər və onunla düşünürlər. Qavrama kanalının ən çoxsun audial, görmə kanalından istifadə edirlər. Digər insanlar daha çox eşitməyə meyillidir. Bu, onların bədən hərəkətlərindən də görsənir. Daha çox qulağı yaxın tutmağa çalışırlar, işlətdiyi kəlmələrdən bilinir. Və kinestetik insanlar var ki, daxili hisslərlə və toxunma hissiyatı ilə düşünən insanlardır. Babək müəllim, verilişin irəliyən dəqiqələrində mən təklif edirəm ki, bir qısa test edək mənim üzərimdə. Mən də bilmək istəyirəm, mən hansı kateqoriyaya aidəm, əgər mümkündürsə. Amma indi istəyirəm, biləm, biz, maraqlıdır mənə, biz bu kateqoriyalarda mütləq olaraq birinə aid oluruqmu, yoxsa bizdə hər üçü var, sadəcə üstünlük dərəcələri fərqlidir? Bizdə hər üçü var, sadəcə olaraq bir kanala üstünlük veririk. Məsələn, audial insan o demək deyil ki, bunda görsəllik və yaxud da ki, vizuallıq və yaxud da ki, kinestetiklik yoxdur. Hər biri var, sadəcə bir kanala daha çox üstünlük verilir. İnsanın qavrama kanalına görə onun dilini bilməyimiz çox önəmlidir. Məsələn, burada fikir verək ki, insan vizualdır, daha çox aydınlıq gətirək, məsələyə işıq salaq, bir yerdə baxaq, görək, hansısa gözüm nəsə bu işdən su içmir, kimi ifadələr işlədir. Gördüyünüz kimi aydınlıqdır, gözümdür, bu ifadələr hamısı vizual ifadələrdir. Bu insan danışıq zamanı bizə siqnal verir ki, mən daha çox görmək istəyirəm deyir. O insandan əgər ünsiyyətimizin uğurlu olmağını istəyiriksə, ona bir şeyləri göstərməyimiz lazımdır deməkdir. Babək müəllim, mən elə burada müdaxilə etmək istəyirəm. Siz danışdınız vizual, yəni görən insanlardan. Mənə maraqlıdır. Tutaq ki, bir vizual insandır və o hər şeyi gördüyü kimi də qavrayır. Yəni, bu gələcəkdə ona heç bir problem yaratmaz ki, çünki axı həyatda hər şey işte gördüyümüz kimi deyil. Əlbəttə ki, dediklərinizdə haqlısınız, ancaq bu digər kanalları da təkmilləşdirmək mümkündür. Yəni, insanların 60% vizual insanlardır. Bunu aparılan statistika belə bir şeydir. Böyük bir əksəriyyət vizual insanlardır. Daha çox rənglərlə, işıqla, görüntü ilə istifadə edirlər. Eyni zamanda vizual insanlar biraz sürətlə danışırlar. Çünki hər şeyi görürlər axı. Görüntünü qaçırtmamaq üçün daha sürətlə danışırlar. Məqam ondan ibarətdir. Yəni, audial insanlar nisbətən rahat danışırlar.
danışırlar, daha rahat danışırlar. Çünki daxili dialoqlara çox diqqət edirlər və öz söz səslərlə düşündükləri üçün bu belədir. Ancaq işığın sürəti ilə səsin sürəti fərqli olduğu üçün səs daha rahat və aşağı sürətdə olduğu üçün eyni zamanda bunlar orta sürətlə danışan insanlardır. Bir də var kinestetik insanlar, onlar nisbətən daha yavaş danışan insan. Onlara diqqət eləsəz gözləri çox zaman aşağıdadır. Daha çox sağ əllərinə baxaraq danışırlar. O insanlar daxili hisslərlə, o hisslərə qulaq asa söhbət eləməyə çalışan insanlardır. Babək müəllim, vizualı ilk olaraq toxundunuz. Mənə də ən maraqlı hissəsi ora gəlir ki, tutaq ki, bir vizual insan və bu insan əsəbləşir. Bu halda o necə reaksiya verir? Tutaq ki, mən belə nəticəyə gəlirəm ki, sizin danışığınızdan həmin insan kimə ki əsəbləşib, o insanı görməməyə çalışacaq, elədirmi? Biz buna lövbər deyirik. Hər hansısa bir lövbər. Təsəvvür eləyin ki, bir yorğunsuz, birdən sevdiyiniz bir musiqi gəlir və dincəlməyə başladığınızı hiss edirsiniz. Bu nə deməkdir? Siz bu musiqiyə müsbət bir lövbər atmışsınız deməkdir. Və yaxud da ki, ayağının ağır olduğunu hesab elədiyiniz bir qonşunuz var. Və o qarşınıza çıxanda nə olur? Bugün işlərim düz gətirməyəcək deyirsiniz, artıq içinizdə o duyğular yaranır. Yəni, o görüntüyə negativ bir lövbər atmışsınız deməkdir. Eyni zamanda sizi hissləndirən insanı gördükdə içinizdə də eyni duyğu yaranır. Bayaqları dedik axı, sistem anlayışı var. Sistem anlayışı nədir? Daxili təmsilimiz. O görüntünü görürük, o görüntünü görəndə içimizdə o duyğu yaranır, negativ duyğu yaranır. Yəni, o görüntü ilə o duyğu bir-birinə bağlanmış vəziyyətdədir. Biri gələndə o birisi də davamlı surətdə gəlir. Onu xüsusi bir şəkillə o aradakı bağı həll eləyəndən sonra o görüntü 1 milyon dəfə gəlsə də içimizdə həmin duyğu yaranmayacaq. Deməli, hər şeyi əslində içəridə həll etmək lazımdır. Əlbəttə ki, yəni kənarda axtarmaqla deyil. Hər şey, aynanı içimizə yönətməyimiz lazımdır. Doğru baxma. Bir də burada göz siqnallarından mən danışmaq istəyirəm. Göz siqnallarından mütləq danışacağıq Babək müəllim, amma insanı həm də gülüşündən tanımaq olur. Əziz maqlar, bizim müxbirimiz, əməkdaşımız Gənc Musa, Mayk Musa Gül deyim kimsən adlı sujet hazırlayıb. Mən əminəm ki, çox maraqlıdır və sizə də maraqlı olacaq. Baxaq, sonra davam edəcəyik. Yəqin ki, hamımız bu haqda eşitmişik. Gülüş ömrü uzadır, gülüş ürək üçün faydalıdır, gülüş insanı depresiyadan uzaq edir və daha nələr. Dahi filosof Aristoteles hesab edirdi ki, insanın gülüşü ilə hətta onun xarakterini belə müəyyən etmək olar. Əgər siz də gülüşünə görə kimisə daha yaxşı anlamaq və xarakterini öyrənmək istəyirsinizsə, diqqətiniz məndə olsun. Dünyaya gəldiyi gündən müsbət emosiyaların təsirindən gülümsəməyi bacaran insan, yaşa dolduqca bunu müxtəlif səbəblərə görə edir. Belə ki, bəziləri əsəbindən, bəziləri içindəki mənfi fikirləri və ya kiməsə olan xoşa gəlməz münasibəti gizlətmək, xoş təəssürat oyatmaq, pərt olduğunu büruzə verməmək və ya həqiqətən də xoşbəxt olduğu və gülməli bir şeyin baş verdiyi üçün gülürlər. Yaxşı, bəs gülüşünüzün sayı təriflərə görə xarakterizə olunduğunu bilirdinizmi? Demə bizim bütün hi-hi-hi və ha-ha-halarımızı gülüşümüzdə hansı saytın çoxluğundan asılı olaraq rahatca açmaq olar. Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkündür. A saytlı gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir. Əgər siz bu cür gülüşə sahibsizsə, deməli nə özünüzə, nə də ətrafdakılara heç nəyi sübut etməyə çalışmırsınız və sizin gülüşünüz ən səmimi gülüş hesab edilir. Gülüşündə E saytı cingildəyən insanlar əsasən flegmatiklər və melanxoniklərdir. Bu gülüş sanki ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır. Özünə inamı olmayan və hər şeyə şübhə ilə yanaşan insanlar adətən belə gülür. İ saytlı gülüş sadəlöv,
və hər kəslə dil tapmağa çalışan kəslər üçün xarakterikdir. Hi-hi-hili gülüş səmimi, nazlı və sadəlövh də səslənə bilər. Adətən qocalmamaq üçün əlindən gələni edən və yaşından cavan görünməyə çalışan qadınlar belə gülür. O saiti ilə xeyirxah və cəsur adamlar gülürlər. Bəzən isə belə gülüş rahatlıq və ya heyrəti də nümayiş etdirir. Çox vaxt qəlbən incimiş insan da müdafiə reaksiyası olaraq belə gülə bilər. O saitli gülüş səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini də ifadə edə bilər. O saiti ilə adətən təhlükəni öncədən hiss edən və bunu öz təbəssümü ilə qarşılamağa bacaran insanlar gülür. Bu cür gülüş güclənən qorxunu və narahatlığı da ifadə edir. Gülüş yeganə duyğu və hissdir ki, yalnız insana məxsusdur. Əgər bir insanın üzündəki təbəssümün səbəbi məhz sizsizsə, deməli özünüzü dünyanın ən xoşbəxti hesab edə bilərsiniz. Musanın bu surəti həqiqətən də insanda pozitiv bir əhval-ruhiyyə oyadır. Bizim də təbəssümümüz yarandı. Babək müəllimlə burada qısa bir müzakirə də etdik. Təşəkkür edirik Musaya bu surətə görə. Babək müəllim, əgər bir əlavəniz yoxdursa, məncə ətraflı Musa bütün şərhi vermişdi surətdə. Gülüş dünyanın 7 universal emosiyasından biridir. Kifayət qədər də açıqlaması verildi. Bir daha təşəkkürlər. Mən təklif edirəm ki, biz bayaq qalmışdıq göz siqnallarından danışacaqdıq və burada bizim lövhəmiz var Babək müəllim. Mən təklif edirəm bu lövhənin qarşısında siz əyani şəkildə maqlarımıza izah edə-edə, həm də mənim üçün maraqlıdır. Görürsünüz, burada nələri göstərməyə çalışacaqsınız. Buyurun, biz diqqətlə sizi izləyəcəyik. Demək, göz siqnalları göz gilələrinin hansı şəkildə hərəkət etdiyini indi göstərəcək bir şəkildə bir rəsm çizək burada. Aha, bu insanı xarakterizə edir. Bəli. Pozitiv bir insanı. Bəli. Deməli, gözlərin gilələri sağa, sola, yuxarı, aşağı doğru hərəkət eləməkdədir. Bir şeyləri görməyə çalışanda gözlərimiz yuxarı baxırlar və istəsə bunu tamaşaçılar özləri də test eləyə bilərlər. Gözləri aşağı baxıb hər hansısa bir xəyalı görməyə çalışsınlar. Gözlərinin yuxarı dartıldığını görəcəklər. Gəlin, mən də eləyim, baxım. Məsələn, aşağı baxaraq qəfəsdə bir qırmızı rəngdə bir tutuquşu görməyə çalışsınlar və yaxud da bir gözəl bir mənzərə görməyə çalışsınlar. Cavab aşağıdan gəlmir axı. Ona görə gözlər yuxarı dartılır. Düşünərkən, təsəvvür edərkən gözlər yuxarı gedir. Hər zaman yuxarı dartılır. Ancaq bu kinestetik hisslər üçün tərsinədir. Yuxarı baxaraq daxili hisslərimizi hiss eləyə bilmərik. Mütləq gözlər aşağıda. Əsasən də ki, sağ əlimizə doğru yönələcək. Amma göz siqnalları nədir? Öncə bir buna keçək, sonra davam eləyərik. Məsəl üçün, yuxarı doğru, sola doğru baxdıqda hər hansısa bir vizual olaraq bir şeyi xatırladığımızı göstərir. Keçmişdə tutalım ki, birinci kursa gedəndə əyninizə nə paltar geyinmişdiniz dedikdə gözünüz yuxarı sola doğru meyl eləyəcək. Deyilmi? Onu orada axtarmağa çalışacaqsınız. Buna deyirik vizual xatırlama. Vizual xatirə olaraq keçərlidir, yuxarı sola baxdıqda. Amma hər hansısa bir şeyi quraşdırmaq istəyirsinizsə, yalan söyləmək istəyirsinizsə, çünki yalan özü də qurğudur və yaxud da ki, fantaziyanızda bir şeylər yaratmaq istəyirsinizsə, gələcəklə bağlı bir sual verdikdə, onun yaratma, beyninizdə yaradırsınızsa, yəni bunu artıq quraşdırırsınız deməkdir. O zaman yuxarı sağa baxacaqsınız. Məsəl üçün, belə dedikdə, avtomobil alsaz, hansı markada və hansı rəngdə də ola bilər, görmək bilirsiniz. Deməli, insanlar daha çox reallığı yox, xəyallarında canlandırdıqlarını dedikləri üçün və qismən də yalan olduğu üçün bu, biz baxırıq hansı istiqamətə, sağa, yuxarı və sağa. Yəni, yalan özü də bir qurğudur axı. İnsana bir sual verirsən, keçmişlə bağlı, cavabı solda axtarmalıdır, amma sağda axtarır. Sağda yuxarı. Deməli, bu bir şeylər quraşdırır deməkdir. Bu qurğudur əslində. Tam olaraq hər sağa baxana yalan danışır demək də olmaz. Çünki insan mütləq bir şeylər quraşdırmalıdır. Onun müəyyən dərəcədə ustalıq tələb edir. Biz buna deyirik vizual qurğu. Vizual qurğu. Bu, insanların 95%-də keçərlidir.
5% istisna var. Solaxaylarda tərsinə ola bilər. Bir də sağ əlini işlədən çox cüzi bir miqdar var ki, onlarda da tərsinə ola bilər. Tamam mı? Babək, üzr istəyirəm müdaxilə üçün. Mən solaxayam özüm və siz bayaq dediniz, mən avtomatik sol tərəfə baxdım. Deməli, həm də mən o kateqoriyaya aidəm onda. Bəli, tamamilə də. Sizdə əgər solaxaylıq varsa, o tərsinə əgər yaranırsa, o şəkildə deməkdir ki, siz istisnanın içindəsiniz, amma çox nadir hallarda belə olur. Çox nadir. Yəni, birinci dəfədir ki, mən sizlə rastlaşıram desəm, mənim kimlər məncə çoxdur. Bir şəkildə baxaq, yan tərəflər isə bizim səslə düşünməyimizi təmsil edir. Səsi. Tutalım ki, sevdiyiniz musiqi hansıdır? Onu dinləyə bilərsinizmi? Dedikdə, siz səsi mütləq və mütləq sola yana baxmaqla xatırlayacaqsınız. Sağa yana baxmaqla isə bunun qurğusudur. Biz buna deyirik audial. Audial xatirə. Audial xatirə, yəni solda hər hansısa bir səsləri, danışıqları xatırladığımız zaman gözlər sola yana meyl eləyir. Sola, yəni cavabı buralardan axtarırıq. Səsli cavabı buralardan. Görüntü cavabını yuxarıdan axtardığımız kimi səs cavabını da yandan axtarırıq. Eyni zamanda səslə bağlı bir qurğu quraşdırmaq istədikdə biz onu sağa və yana baxmaqla əldə eləyə bilərik. Babək müəllim, mən təklif edirəm ki, audial məsələni oturaraq davam eləyək. Bizdə dəqiqə. Çünki biz danışdıq. Bir də aşağılar qaldı. Bəli, onda izah edək qısa şəkildə. Tamam. Kinestetik hisslər, isti qumun üzərində gəzərkən ayağınızda nələr hiss edirsiniz dedikdə, insan o istini hiss eləmək üçün və yaxud daxili hisslərini duymaq üçün, içində peşmançılığı, sevgini, bir şeyləri nə hiss edirsən, onu duymaq üçün mütləq aşağı, sağa baxmalıdır. Toxunma hissləri. Daxili hissləri xatırlayanda və yaxud daxili hisslər keçirdəndə aşağı və sağ istiqamətdə insanlar. Toxunma yazaq. Bir də daxili diyaloq deyim. Hər hansısa bir cümləni ki, biz bunu mütəmadi olaraq, mən bilirəm ki, hər kəs daxili diyaloq, məncə ilk növbədə hər kəs öz içində özü ilə danışır. Aşağı sola baxdığımız zaman, aşağı sola baxın, bir cümləni ürəyinizdə təkrarlayın. Hər hansısa bir cümləni təkrarlayın. Təkrarladığınız zaman aşağı sola baxacaqsınız. İstər-istəməz özünüz özlüyünüzdə sual verin və ona cavab axtarın. Bir sual verin, mən sabahları özümü necə hiss eləyəcəm deyin. Yaxud bir şeylər deyin. O zaman görəcəksiniz ki, gözünüz aşağı və sola tərəf meyl eləyir. Əslində bu özümüzü tanımağa bir yardımçıdır. Yox? İndi bu dəqiqə mən bir şey deyim ki, bu ünsiyyət zamanı çox önəmlidir. Qarşımızdakı insanla ünsiyyət qurduğumuz zaman ondan biz feedback almalıyıq, əks reaksiya almalıyıq. Gözlərinə baxaraq biz onu müəyyənləşdirməyə çalışırıq. Çünki insanın danışdıqları bir tərəfə. Əsasən nə hiss edikləri ki, hər hansısa bir insana bir şeyi qəbul elətdirmək istəyirsinizsə, ona xəyal qurdurmağımız vacibdir, deyilmi? Xəyal qurdurmağımız üçün onun gözlərinə baxırıq. Göz tez-tez sola meyl eləyirsə, biz danışdıqca bir şeylərə baxır və qayıdıb gəlirsə, gözlər əsasən yuxarılardadırsa, bu o deməkdir ki, bu insana ünsiyyət qurmağı biz bacarmışıq. Bir məqamı da mən burada demək istəyirəm ki, pozitiv tərəfimiz var, negativ tərəfimiz var. Pozitiv insanlar çox zaman gözləri yuxarıda olan insanlardır. Fikir verirsinizmi? Negativ insanlar çox vaxt aşağı baxan insanlardır. Daha çox negativ duyğuların içərisində, çünki hissləri hiss eləməlidirlər. O duyğu mərkəzində bir hərəkətlər olmalıdır. O zaman aşağı baxırlar. Özə sıxıntı olan insanın, peşmançılıq duyğusu və yaxud da ki, hər zaman hər şeydən şikayətlənən insanların gözləri aşağı meyilli olur. Yuxarıda olanda isə, əgər bir insanı motivə eləmək istəyir, məsəl üçün mən motivatoramsa, bir insanları motivə eləməyə çalışıramsa və yaxud da ki, bir kütləni, personalı canlandırmağa çalışıramsa, bir insanı da xəyal qurmağa, koçluq seansları zamanı, onun hədəflərinə doğru hərəkətləndirməyə çalışıramsa, hər zaman yuxarılarda markerləmə aparıram. Gözlərini yuxarı çəkməyə çalışıram. Gözləri yuxarı gələndə avtomatik olaraq bu kodlama sistemi bu cür işləyir. Olduqca maraqlı danışırsınız. Və yaxud da ki, ola bilər ki, bir insanın lazımsız bir hədəfi var, ona doğru
onu oradan soyutmaq üçün, ağrını orada hiss elətdirmək üçün daha çox aşağı çəkməyə çalışırıq. Aşağı çəkməyə çalışırıq, hədəflərin darmadağın eləyirsən. Çünki əgər lazımsızdırsa, izah eləyə bilirəm və fikrimi. Yəni, bizim arkerləmə deyirik, hər hansısa göz siqnalları belədir və yaxud da ki, gözlər çox önəmlidir. İmtahan həyəcanı ola bilər, bir şeylər ola bilər. Çünki insan içində o hissləri hiss edir, beyin kilitlənir. Onda gözləri sağa yuxarı, aşağı doğru hərəkət elətdirdikcə, sağdan sola beyin artıq o həyəcanı silməyə başlayır deməkdir. Babək müəllim, mən belə düşünürəm ki, insanları, yəni belə bir nəticəyə gəlirəm ki, əgər insanları yaxşı tanımaq istəyirsinizsə, mütləq bu işin ustası olmaq lazımdır. Onun üçün də ən az sizin qədər bilmək lazımdır. Buyurun, davam eləyək. Audial insanlardan danışdıq, Babək müəllim. İndi isə icazənizlə mən Mag Xəbər bizi gözləyir və sizi gözləyir. Mag Xəbəri izləyək, daha sonra davam edəcəyik. Bugünlərdə Enactus proqramı üzrə 9-cu milli yarış keçirildi. Bu, biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədi ilə gənclər üçün aparılan platform idi. Yarışın keçirilməsində məqsəd gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir. Yarışda iştirak edən komandalar öz layihələri ilə bağlı məlumatları Magla bölüşdülər. Layihəmiz gələcəyini toxu layihəsidir ki, hansıdır ki, burada belə deyim də sığınacaqda ehtiyacı olan insanları toxumağa öyrətmişik. Həmçinin öz universitetimizdən başlayıb ilk öncə 4 nəfər komanda ilə, sonra isə 6 nəfər bizə qoşuldu. Toxumağa öyrədib təlimçi kimi yetişdirəndən sonra sığınacaqda təlim keçməyə başladıq. Oradakıların əl işlərini satıb onlara pul qazandırdıq, belə deyim. Bundan sonra isə layihəmiz pilot olduğu üçün başqa sığınacaqlara da, uşaq evlərinə də gedəcəyik ki, onların belə deyim, oranı tərk etdikdən sonra pul qazanması daha asan olsun. Layihəmizin biri gənc hərbiçilər və eyni zamanda onlayn hesablamadır. Qısa məlumat vermək istərdim ki, gənc hərbiçilərlə bağlı orta məktəb şagirdləri arasında Cəmşid Naxçıvanski adına hərbi liseyə şagirdlər yetişdirməkdir və qəbul səviyyəsini yüksəltmək və eyni zamanda təhsilimizə töhfə verməkdir. Bununla yanaşı onlayn hesablama layihəmizdə vardır ki, çətin hesablama olan layihələri aradan qaldırmaq üçün məhliyyə etmək. İsraf haqqında layihələr hazırlamışıq. Yəni israfçılıq barədə layihələrimizin üçü də bu əhatədə cərəyan eləyir və biz mən inanıram ki, bizim məsləhətçimiz Elbrus müəllim əvvəlcə də başqa universitetdə, yəni Naxçıvan Dövlət Universitetində 2 dəfə Azərbaycan çempionu olub və inanırıq ki, biz onun rəhbərliyi altında bu dəfəki yarışmanın çempionu biz olmaq istəyirik. Həqiqətən də biz öz uğurumuza kifayət qədər inanırıq. İnşallah çempion bizik. Bu tədris ilində Enactus proqramına 13 komanda qoşuldu. Onlar liqalara bölünərək qalibiyyət uğrunda mübarizə apardılar. Münsiflər heyəti layihələri Enactusun meyarları əsasında qiymətləndirdi. Və nəhayət hamının səbirsizliklə gözlədiyi an gəlib çatdı. Naxçıvan Dövlət Universiteti qalib seçilərək ölkəmizi Çinin paytaxtı Pekin şəhərində keçiriləcək Dünya Kuboku yarışında təmsil etməyə haqq qazandı. Biz də gənc dostlarımıza uğurlar diləyib, layihələrinin Dünya Kubokuna layiq görülməsini arzulayırıq. Maglar, Mag Xəbəri izlədik, indi isə qaldığımız yerdən davam edirik. Buyurun. Audial insanların danışıq dillərində, nitqində, kəlmələrində bunları müşahidə eləmək mümkündür. Məsəl üçün, müzakirə eləyək, bir dialoq aparaq, gəl danışıqlara gedək. Məsələni daha yaxından anlamaq üçün bu məsələyə bir sözlərimizə fikir verək. Hansı şəkildə bunu davam eləyə bilərik? Nitqimiz bu kimi qulağa xoş gəlir. Gözəl səslənir, kimi ifadələr işlədirlər audial insanlar. Çünki mən dünyanı səslə qavrayıram mesajın verirlər deməkdir. Kinestetik insanlar isə daha çox hisslərlə ifadə edirlər bütün dünyanı. Qavrayırlar və ifadə edirlər. Məsəl üçün, dediklərinizi qavradım deyirik və yaxud da ki, bir təhər hisslər gəlir mənə. Bu məsələ mənə başqa cür təsir edir. Qaynar bir qarşılama oldu. Çox istiqanlı adamdır. Həqiqətən də cana yaxındır. Bu ifadələri işlədən insanlar daha çox kinestetik insanlardır. Biz onu ilk diqqət eləyəriksə, bir neçə saniyə ərzində, hətta bir neçə dəqiqə ərzində biz onun hansı şəkildə daha üstün qavradığını müzakirə eləmiş olaraq və onu qane olmuş olaraq. Babək müəllim, mən belə fikirləşirəm ki, və belə bir nəticə çıxarmaq olar ki, insanları bu cəhətdən tanımaq həqiqətən də onlarla ünsiyyətdə insana bir rahatlıq verir. Tutaq ki, bir gənc ailədir.
belə bir şey canlandıraq. Bir gənc ailədir. Burada qadın vizualdır, daha doğrusu kişi vizualdır, xanımı isə audial insandır və bunlar mübahisə eləyirlər. Burada hadisələr necə cərəyan eləyəcək? Mən istəyirəm, mən deyim, siz də analiz edin ki, mən düz deyirəm yoxsa yox. Məncə, burada kişi xanımını daha çox görməməyə çalışacaq və ondan bir müddət uzaq durmağa çalışacaq ki, ara belə hadisələr yatırsın. Xanımı isə gələcək onun yanına və təkrar eyni şeyləri canlandıracaq, eyni şeyləri deyəcək. Elədirmi? Düzmü analiz edirəm? Ümumiyyətlə, mən sizə deyim ki, bu ailənin içində istər-istəməz bu görüntü, əgər ikisi də biri atırsa o həmin lövbəri, negativ lövbəri, digər tərəfdə atır. Audial olmasına baxmayaraq yenə görüntüyə bir lövbər ata bilərik, fərq etməz. İkimizdə də bu yarana bilər. Ancaq bir məqam var ki, bunlar arasında bu problemlər mövcuddursa, müxtəlif şəkildə çıxacaq üzrə. Sən məni anlamırsan deyəcək yoldaşı, sən məni anlaya bilmirsən deyəcək. Mən nə qədər demişəm sənə, başa düşmürsən deyəcək. Daha çox ifadələrin o şəkildə göstərir. Vizual insan isə həmişə gəlirəm bu evdə ancaq xoşa gəlməz şeylər görürəm deyəcək. Nəsə vizual ifadələrlə öz istərini bildirəcək. Ancaq burada problem var. Biz problemə toxunmuruq. Məqam nədir burada? Biz bu problemi necə həll edə bilərik? Necə həll edə bilərik? Bu insanlar bir-birlərinin dilində danışmağı bacarmalıdırlar. Bir-birlərini anlaya biləcəkləri dildə danışmağı bacarmalıdırlar. Aydındır. Babək müəllim, biz verilişimizin əvvəlində də anons etmişdik ki, mənim üzərimdə kiçik bir test edəcəyik. Buyurun, siz nə təklif edirsinizsə, mən hazıram sizi dinləməyə. Əsasən, mən sizdə dediyim kimi audiallığı çox müşahidə edirəm. Daha çox səslərlə düşünürsünüz. Siz nədən müşahidə elədiniz onu? Həm göz siqnallarınızdan, eyni zamanda işlətdiyiniz ifadələrdən. Bir də sizə bir sual vermək istəyirəm, bir neçə dənə. Artıq səslər olanda sizi narahat eləyirmi? Bəzən eləyir, bəzən. Yəni, adətən mən artıq səs olmayan, daha sakit yerləri sevirəm. Tamam. Musiqini sevirsinizmi? Çox, həddindən artıq çox. Aha, münasibətlər zamanı sizə ən çox zövq verən şey nə olur? Hansı şəkildə ünsiyyətə girməyiniz daha çox xoşlayırsınız? Biz adətən, yəni, klassik bir ünsiyyət vasitəsi, yəni nitq vasitəsi ilə mən daha çox rəfiqələr əlbəttə ki, çox olur insan ətrafında, amma mən tək-bətək, yəni fərdi münasibətə üstünlük verirəm. İkilikdə, yəni birdən hamının yığışmağını mən o qədər də özümə gərək görmürəm və rahat olmuram o ortamda. Mən xoşduram fərdi münasibət və fərdi olaraq diqqəti bir ya da iki insana yönətmək. Tamam. O zaman sizdə ikinci üstünlük, yəni ki, ikinci əsas kanal vizuallıqdır. Birinci olaraq audiallığı görə bilərəm, ikinci isə vizuallıq müşahidə olunur. Bir də proaktiv insansız, daha çox reaktivli yazdı sizdə. Yəni ki, bir məsələ olanda dərhal cavab gəlmir. Biraz düşünürsünüz, sonra cavab gəlir. Biraz. İnsan var ki, bir şey deyən kimi dərhal atılır ortaya, gedək və həll eləyək deyir. Mən o məsələlərdə çox soyuqqanlıyam. İnsan da var ki, düşünür və əvvəlcədən bir şeylər hiss eləməyə çalışır, sonra ona doğru eləyir. Bir də referansı içinizdən alırsınız daha çox, öz daxilinizə doğru. Kənardan sizə referans göstərməklə o dərəcədə sizə motivə eləmək olmaz. Qətiyyən, o dərəcədə yox, qətiyyən. Mən hamını dinləyəcəm, amma o mənim davranışlarıma və mənim o istiqamətdə hərəkətimə heç bir təsir göstərməyəcək. Yəni, bu paltarı alın, bütün jurnalistlər bundan alır demək sizin vecinizdə olmaya bilər. Ancaq siz bunu alaraqla özünüzü çox rahat hiss eləyəcəksiniz deməklə, sizi daha rahat motivə eləmək mümkün ola bilər. Eyni zamanda fərqə yönəldiyinizi hiss eləyirəm. Biri var, bənzərlik axtarır, kimi, onun kimi bir şeydir, eynilikdir, bunun kimi axtarırlar. Bir də var ki, fərqlidir, yenilikdir, nəsə burada yaradıcılıq var. Başqalarından fərqli baxmağa çalışırsınız. Yəni, bunu daha çox metaproqram olaraq görürəm sizdə. Bəzən insanlar, bu nə üçün önəmlidir? Hər hansısa sizin beyninizə bir şey girdi. Desək ki, bu yaxşı bir şeydir, siz onda fərqli bir tərəflər axtarmağa çalışarsınız. Amma biz özümüz onu tənqid eləsək sizdən qabaq, siz yox, elə yaxşıdır deyərək qəbul eləmiş olasınız. Bəlkə də sizə
tərs psixologiya tətbiq eləməklə ona nail olmaq olar. Bəlkə də. Mən çox təşəkkür edirəm Babək müəllim. Həqiqətən biraz özümü tanımağa da mənə yardımcı oldunuz və mən əminəm ki, bütün mayklar bugün Babək müəllimin sözlərindən az da olsa özlərini gördülər həmin kateqoriyaların içində və özlərini hansı kateqoriya əslində aiddirlər, onu müəyyənləşdirmək daha rahat oldu. Mən sizə bir daha təşəkkür edirəm və mən inanıram ki, çox yaxın zamanda biz yenidən sizinlə görüşüb belə maraqlı bir mövzunu müzakirə edəcəyik. Əziz mayklar, əminəm ki, hər kəsin ürəyincə oldu bugünkü buraxılışımız və gələn dəfədə sizin üçün çox maraqlı bir mövzu ilə qarşınızda olacağıq. Hələliksə sağ olun deyirik, növbəti görüşlərə dək. Sağ olun.